Gəldik çıxdıq Photoshopda başqa bir maraqlı mövzuya, retouch alətləri, yəni fotodan hansısa detalı silmək, hansısa hissələri bərpa eləmək tipli mövzulara. Gəlin lap Photoshopun əvvəlki versiyalarından günümüzə doğru hər dəfə Adobe hansı yenilikləri gətirib bu sahədə, o istiqamətdə də hərəkət eləyək. Məsəl üçün elə uzaqdan başlayaq. Hətta lap uzaqdan başlayaq. Bax burada fotoda uzaqda dənizin ətrafında bir bina, radiolokasiya stansiyası var. Onu oradan yığışdırmaq lazımdır. Klaviaturada S hərfini bastığımız anda Stamp Tool, Clone Stamp Tool deyə bir alət aktivləşir. Necə işləyir? İkonkasından da görə bilərsiniz. Yəni peçat, ştampı xatırladan bir ikonkası var. Klonlayır. Bunun üçün yəni ki, Alt düyməsini basıb saxlamaq lazımdır. Altı bastım. Hansı hissəni hara köçürmək istəyirəmsə, birinci oranı tıklayıram. Mənə lazımdır ki, bu binanın yerində bu təmiz hissə olsun. Gözəl. Burada tıkladım. Artıq mouse'u da Altı da buraxa bilərəm. Bir brush kimidir. Sağ düyməni basıb ölçüsünü dəyişə bilərik. Ya da ki, klaviaturada kvadrat sağ, sol kvadrat mötərizələrindən böyüdüb kiçildə bilərəm. Alt-la buranı kopyalamışdım. Təkrar yenə kopyalayıram. Və gəlirəm indi bu hissəyə və burada hərəkət elətdirirəm. Görürsünüz, mən burada hərəkət elətdirdikcə sol tərəfdə plus işarəli bir simvol əmələ gəlir. Bu deməkdir ki, mən soldakı o plus olan pikselləri, plusun altında olan pikselləri bura daşımaqla məşğulam. Əla, möhtəşəm. Clone Stamp Tool ancaq günümüzdə yəqin ki, bu tipli işlərlə faydalı ola bilər. Bu tipli işlərdə bizə faydalı ola bilər. Məsəl üçün, bir göyərçini bura daşımaq istəyirəmsə, yenə də Altı basıb saxlayıb göyərçinin üstünə bir dəfə tıklayaq, biraz uzaqlaşaq. Stamp Tool'u böyüdürəm və başlayıram burada həmin o göyərçinin klonunu çıxartmağa. Burada işə yaramır. Niyə? Çünki açıq pikselləri tünd əraziyə daşıdığıma görə avtomatik həmin piksellər, açıq piksellər burada özünü göstərir ki, bu da mənə lazım deyil. Geri qayıdıram Command Z-lə. Stamp Tool-un əslində burada kifayət qədər çox parametrlər var. Bununla belə mən heç tövsiyə eləməzdim ki, bu günləri Stamp Tool-un üzərində həddən artıq çox vaxt ayıraq, buna çox vaxtımız getsin. Çünki artıq daha təkmilləşmiş, daha möhtəşəm bizim retouch alətlərimiz var. Daha çox ona yönəlmək lazımdır. Getdik. Növbədə gəlir bizdə yuxarıdakı bu Spot Healing Brush və onun qohum əqrabası. Ardıcıl getməyək, yenə də o qədimdən günümüzə doğru. Bir zamanlar Patch Tool'u gətirəndə Photoshop biz çox xoşbəxt idik, çünki Stamp Tool'dan sonra görəcəksiniz ki, bununla sadəcə müəyyən bir ərazini select edirik, seçirik və sonra istədiyimiz yerə daşıyırıq. Stamp Tool'dan fərqli olaraq seçilən ərazi yeni bu daşınmış ərazi ilə, yəni biz bunu hara ki daşımışdıq, oradakı piksellərlə əvəzlənir, amma rəng fərqi hiss olunmur. Niyə? Çünki buradakı piksellər bura daşınır, amma buranın rənglərinə uyğunlaşmağa çalışılır. Bu nə deməkdir? Yəni, məsəl üçün, mən gəlin bu işıqlı hissədəki göyərçindən xilas olmaq istəyirəm. Buranı select elədim və istəyərdim ki, buranın fonu buradakı piksellər formasında olsun. Əla. Götürüb buraxıram bura və tünd yerdir, daşındı ora, amma əvəzində nə baş verdi? Buradakı piksellər ətrafdakı rənglərə, kontrasta uyğunlaşmağa çalışdı. Necə ki bir selectiondan sonra biz Ctrl-D eləyib selectionu deselect edirdiksə, bura üçün də eyni qayda keçərlidir. Yeganə diqqətli olun, görürsünüz, ərazi blurlu, qeyri-kəskin görüntü alınır, çünki götürdüyümüz yerdə də piksellər bu şəkildəydi. Ona görə hara gəldi daşımaqdansa yaxşı olar ki, eyni kəskinlikdə olan, mümkün qədər biraz aralıdakı yerlərlə əvəz eləsək, elə də daha realistik görünər. Bir şey də qeyd edim ki, Patch Tool-la işləyəndə mütləq biz Patch Tool-la select eləməliyik deyə bir şey yoxdur. Yəni, adi Lasso Tool-la da bizə lazım olan ərazini seçib, sonra Patch Tool-a keçib və yer dəyişməni eləyə bilərik. Nəticədə eyni yer dəyişmə baş verəcək. Yetər ki, hansısa bir ərazi seçilmiş olsun. Davam eləyirik. Götürək, hansını götürək? Götürək elə Healing Brush Tool. Yenə Stamp Tool-u biraz xatırladır. Altı basıb saxlayıb müəyyən yerdə tıklamaq lazımdır. Ondan sonra isə yer dəyişmə işini görə bilərik. Təbii ki, aradakı məsafə az olduğuna görə biraz səliqəsiz salındı. Gəlin aralıdan götürək. Altı basıb saxlayıb tıklayıram. Altdan xilas ola bilərik və sonra başlayıram bu yer dəyişmə işinə. Yəni, buradakı piksellər bura daşındı, eyni Patch Tool-dakı kimi sadəcə həmin buranın, bu pikselin rəngləri, kontrastı, informasiyası yeni əraziyə uyğunlaşdırıldı. Bundan fərqli olaraq Spot Healing Brush Tool-da isə məsələn, Alt-a belə ehtiyac yoxdur. Sadəcə sizə lazım olan hissəni əhatə edirsiniz.
ətrafdakı piksel informasiyasına əsasən müəyyən alqoritmlə Photoshop həmin hissəni bərpa eləməyə və ya ta ki, oradakı informasiyanı yığışdırmağa çalışacaq. Keçək növbədə, yəqin ki, bunların arasında ən təzələrdən biri Remove Tool. Content Aware Move Tool və Redirect Tool praktikada hal-hazırda bizə lazım olmayacağına görə heç o mövzuya girmək istəmirəm. Remove Tool artıq bu süni intellekt əsasında Photoshop özü təyin edir ki, bu ərazidə görüntü necə olacaq? Yəni ümumiyyətlə, belə deyək, süni intellektdə məntiq necədir? Adobe-un özünün bazasında bu tipli şəkillərlə bağlı artıq müəyyən bir böyük bir bilgi var. O bilginin əsasında tutaq ki, süni intellekt bizə dəniz, sahil görüntüsü yaradırsa, həmin o bilginin əsasında da buradakı bu detalları yığışdırmağa çalışdı. Özündən götürdü, dənizi tamamladı. Təbii ki, ətrafdakı pikselləri nəzərə almaqla. Eyni məntiqlə, yəni hansı hissəni select eləsək, oranı çox qəşəng, ideal, keyfiyyətli, heç bir kəskinlik və ya blur effekt problemi olmadan çox anında, hər şey çox anında baş verəcək. Yeganə olaraq görürsünüz, dalbadal eləmək olmaz, çünki süni intellekt əsasında iş görəndə orada mütləq proqram müəyyən qədər sanki fikirləşməlidir, düşünməlidir. Biraz zaman getməlidir. Əslində düşünmədən söhbət getmir. Ümumi olaraq bu məsəl üçün bunu praktikada harda istifadə edə bilərsiniz? Öz şəkliniz, öz yeniyetmə şəkliniz var və üstündə prişklər varsa onları yığışdırmaq üçün. Bir zamanlar mənim belə bir dərsdə metaforam var idi ki, yəni Photoshopu birinci məncə yaratmaqda məntiq fotolardan prişk silmək idisə, sonradan Photoshop o qədər möhtəşəm bir proqrama çevrildi ki, bu funksiya qaldı biraz arxa planda. Amma bu günləri gəlin o funksiyaların daha doğrusu haqqını verək. Keçdiyimiz bütün bugünkü alətlərlə sürətlə detallı yox, üzərindən keçək. Çox maraqlı məqam var. Stamp toolu götürürəm və stamp toolundan bu qaqaşın üstündə qum çəkməyə çalışıram. Niyə? Çünki axırıncı dəfə hardan mən bir referens nöqtə götürmüşəmsə, burada da həmin şeyi daşımağa çalışıram. Yox, elə deyil. Məsəl üçün, amma kiçik ölçülərlə yəqin ki, işləmək lazım gələcək. Tutaq ki, yəni xırda nə idi Azərbaycanda? Zibilcələrdən birini yığışdırmaq istəyirəmsə, Alt-ı basıb saxlayıb buralarda bir yerdə tıklayaq. Məndə bura həddən artıq böyükdür, ona görə bütün üzün kopyasını çıxartmağa çalışıram. Balacalaşdıraq bunu. Alt-ı basıb saxlayıb tıklayıram. Bir dəfə də tıkladım. Alt, bir dəfə də tıkladım. Alt, bir dəfə də tıkladım. Yəni kiçik məsafələrdə bəlkə bu işə yaraya bilər. Yəni hələ də bunun köklü şəkildə üstündən biz xətt çəkə bilmərik. Digərlərinə də baxaraq eyni qaydada. Patch tool, get buradan. Yaxınlaşdırırıq. Daha az yaxınlaşdırmayım. Qoy bu şəkildə yaxınlaşdırmayım. Bunu uzaqdan idarə eləsə bəs eləyir. Command D select elədi, ehtiyatla keçirdik kənara, Command D. Növbəti bizdə nə idi? Növbəti olsun bizdə Healing Brush Tool. Yenə də Patch Tool məntiqi ilə, daha doğrusu Stamp Tool məntiqi ilə işləyir. Birinci balaca ölçüdə bir yerdən referens alaq və sonra da oranı bərpa eləməyə çalışaq. Referens aldıq, bərpa eləməyə çalışaq. Sərhədlərində kontrast olan iki zonanı bir-birinə birləşdirməyə çalışmayın. Daha doğrusu bu kəsişmədə işləməyə çalışmayın. Avtomatik həmin hissədə qradiyentli tünddən açığa doğru bir keçid yaranacaq. Oraları kiçildib, yaxınlaşdırıb detallı işləməyə lazım gələcək. Spot Healing Brush Tool. Burada artıq heç bir referens almağa da ehtiyac yoxdur. Yəni sadəcə bizə lazım olan hissələrin üzərindən gəzdirərək ki, Photoshop həmin hissələri belə deyək ki, yığışdırmış olsun. Bir də süni intellekt əsaslı Remove tooldan istifadə edək. Yoxlayaq, yəni bilmirəm, böyük ölçüdə kifayət qədər buranı təmizləyə biləcək yoxsa yox. Bizdən gedən nədir? Götürək buranı bu şəkildə böyük ölçüdə qeyd edək. Ya çox bərbad bir nəticə olacaq, ya da kifayət qədər güclü. Gözləyirik, biraz gözləyək. Ərazi böyük olduqca düşünmə ya da ki, Photoshop'un bazaya bağlanma, analiz eləmə və orada iş görmə müddəti də uzanmış olacaq. Pis deyil əslində, yəni nəzərə alsaq ki, biz bu hissələrin üzərində bir xeyli getməli idi, ümumi olaraq pis deyil. Nəticədə girək history'dən müqayisə eləyək. Bizim bu yeniyetmənin əvvəl üzü belə idisə, indi də bu şəkildədir. Tez bu görüntüdən qaydırıq gözəl mənzərəyə. Photoshop'da retouch alətləri ilə bağlı hələlik bilməli olduğumuz bu. Əslində bütün bunların demək olar ki, əksəriyyətini əvəz eləyən sonuncunun isə əslində əcdadı olan Remove tool'dan söhbət gedir. Generative fill funksiyası ilə tanış olmalıyıq ki, başa düşəsiniz ki, nəyə görə
o funksiyadan sonra biz artıq bugün Stamp Tool və ya onun kimi digər alətlərin üzərində çox da dayanmağı uyğun bilmədik. Siz bütün bugünkü mövzuları təkrar eləyənə qədər hansısa bir öz çəkdiyiniz foto ya da internetdən götürdüyünüz fotonu retouch eləyib bu mövzunu təkrar eləyənə qədər, təkmilləşdirənə qədər biz isə keçək Generative Fill mövzusuna. Orada görüşərik. Hələlik sağ olun.